Koç. Sizi həqiqətən uğurlu və məhsuldar bir gün gözləyir. Günün ilk saatlarından etibarən daxilinizdə güclü bir enerji, özünə inam və hərəkətə keçmək istəyi hiss edəcəksiniz. Bu ruh yüksəkliyi təsadüfi deyil, ulduzlar sizin tərəfinizdədir və atacağınız addımların bir çoxu uğurla nəticələnəcək. Əgər uzun müddətdir təxirə saldığınız işlər varsa, məhz bugün onları başlamaq və ya tamamlamaq üçün ən uyğun zamandır. İş sahəsində hadisələr sizin xeyrinizə inkişaf edəcək. Qarşınıza çıxan çətinliklər sizi qorxutmayacaq, əksinə onları tez və ağıllı şəkildə həll etməyi bacaracaqsınız. Sizin təşəbbüskar və qətiyyətli davranışınız rəhbərlik və həmkarlar tərəfindən də yüksək qiymətləndiriləcək. Komanda ilə işləyən qoçlar üçün bugün xüsusilə uğurludur. Birgə layihələrdə ön plana çıxmaq və liderlik keyfiyyətlərinizi göstərmək imkanı əldə edəcəksiniz. Ünsiyyət bacarıqlarınız bugün sizin ən güclü silahınız olacaq. Müxtəlif insanlarla asanlıqla dil tapa biləcəksiniz, hətta əvvəllər anlaşmaqda çətinlik çəkdiyiniz şəxslərlə belə ortaq məxrəcə gəlmək mümkün olacaq. Danışıqlar, görüşlər və təqdimatlar uğurlu keçəcək, ideyalarınız maraqla qarşılanacaq. Yeni tanışlıqlar da mümkündür və bu tanışlıqlar gələcəkdə sizin üçün faydalı əlaqələrə çevrilə bilər. İnsanlar sizin səmimiyyətinizə və enerjinizə cəlb olunacaq, ünsiyyəti davam etdirmək istəyəcəklər. Şəxsi münasibətlərdə də müsbət dəyişikliklər hiss olunacaq. Əgər münasibətdədirsinizsə, tərəfdaşınızla daha açıq və səmimi söhbətlər edə bilərsiniz. Kiçik anlaşılmazlıqlar varsa, onları aradan qaldırmaq üçün uyğun zamandır. Subay qoçlar üçün isə yeni romantik tanışlıq ehtimalı yüksəkdir. Gözlənilməz bir görüş həyatınıza rəng qata bilər. Maliyyə baxımından gün kifayət qədər uğurludur. Gözlənilməz pul gəlirləri, əlavə qazanc imkanları yarana bilər. Alış-veriş üçün də əlverişli gündür. Etdiyiniz seçimlər sizi məmnun edəcək. Bununla belə, impulsiv qərarlardan qaçmaq və xərcləri planlı şəkildə etmək daha məqsədə uyğundur. Sərfəli sövdələşmələr və uğurlu investisiya imkanları diqqətinizi çəkə bilər. Günün sonunda özünüzü həm fiziki, həm də mənəvi baxımdan məmnun hiss edəcəksiniz. Enerjinizi düzgün yönləndirsəniz, bugün sizin üçün yeni başlanğıcların və uğurların təməlini qoya bilər.